Salam yoldaşlar, mən Şəmxal Sadıqlı. Bugünkü video izahda MHM Riyaziyyat Məsələlər kitabından ədəd məsələlərinə aid yeni tip testlərin izahına davam edirik. Bundan qabaq 1262-yə qədər olan sualların izahı kanalda yerləşdirilib. YouTube kanalımıza daxil olaraq həmin izahlara baxa bilərsiniz. Bu cür video izahların sizlərə faydası varsa, videonu bəyənib, dəstəklə kanala abunə olub paylaşa bilərsiniz. Elə isə vaxt itirmədən başlayaq 1263-cü sualdan. Satıcı dənəsi 8 manatdan aldığı oyuncaq maşınlarının dənəsini 1 manatdan sataraq 75 manat gəlir əldə edir. Satıcının neçə ədəd oyuncaq maşını var? 1 manatdan satırsa gəlir əldə edərmi? Xeyr. Çox güman ki, sualda texniki səhvdir. 75-in bölündüyü ədəd burada neçədir? 25. Biz 75-i bölərək 25-ə düşər neçə? 3. Və 8-in üstünə 3 düşəndə bu edir neçə? 11. Yəni bura 1 yox, 11 yazılmalıymış ki. 8-i alıb 11-ə satırıq. 11-dən 8-ini çıxarıq. 3 qalardı və 75-i 3-ə bölərdik. 25 cavabını almış olardı. Yəni kitabın burada texniki səhvidir. Burada cavab deyəndə daha doğrusu ədəd 11 olmalıdır, 1 yox. Növbəti suala baxaq. 1264-cü suala baxırıq. 20 nəfərlik bir qrupun 40 günlük yeməyi var. 10 gün sonra qrup 10 nəfər daha qatılarsa, qalan yemək bu qrupa neçə gün çatar? Deməli, 40 günlük yeməyi var da. 10 gün sonra deyir. Yəni, biz 40-dan çıxarıq 10-u, 10 gün keçib axı. 40 günə yeyəcəkdilər. Artıq 30 günlük yeməyi qalıb. Neçə nəfərin? 20 nəfər. Deməli, 20 nəfərin 30 günlük yemək qalmışdı. 10 gün keçəndən sonra. Çünki 10 günlük yemişdilər. Və qrupa 10 nəfər daha qatılarsa. 20 nəfər vardı, 10 nəfər də daha qatıldı. Artıq oldu neçə nəfər? 30 nəfər. 30 günə neçə gün çatacaq bilmirik. Və burada yadda saxlayırıq ki, indi bu tərs mütənasibdir, yoxsa düz mütənasib. İnsanların sayı artırsa, yemək daha az günə çatacaq. Çünki daha çox insan, daha çox yemək yemək deməkdir. Və burada tərs mütənasib olduğuna görə düzünə vurulacaq. Yəni 30 vur x bərabərdir 20 vurulsun 30-a. 30-lar ilə ixtisar gedər, x bərabər olar 20. Və yaxud da belə fikirləşə bilərik. 20 nəfərə 30 gündürsə, 20-ni 30-a vuranda bu eləyir 600. Yəni 1 nəfərə 600 günlükdür. 30 nəfərə nə qədərdir? 630-a bölürük. 630-a böləndə yenə də cavabı 20 almış oluruq. Yəni cavabımız olur 1264-də Y variantı. Keçək növbəti suala. 1265-ci suala baxırıq. 30 nəfərlik bir qrupun 20 günlük yeməyi var. 10 gün sonra qrupa 20 nəfər daha qatılarsa, qalan yemək bu qrupa neçə gün çatır? Eynən 1264-dəki kimi sualdır. Sadəcə ədədlər fərqli. 10 gün sonra deyirsə, 30 nəfərin 20 günlük yeməyi var daxil. 10 gün keçirsə artıq 20-dən 10-u çıxırıq, 10 günlük yeməkləri qalır. Yəni 30 nəfər olsaydılar, 10 günə yeyəcəkdilər. 20 nəfər daha qatılarsa, 30 nəfərdir, 20 nəfər də qatıldı. 30 üstə 20 gəldi. Bu da etdi 50 nəfər. Bəs 50 nəfər neçə günə çatacaq? X. Və qeyd etdiyimiz kimi yenə də biri artanda digəri azalırsa, yəni biri artır, digəri azalır. Bu olur tərs. Tərslər necə vurulur? Tərs mütənasib. Düzünə şəkildə. Yəni tənasibi qurdunuz düzünə şəkildə, qarşı-qarşıya. Və tərsi də necə yadda saxladıq? Biri artanda digəri azalır. Adı üstündə artır, azalır. Yəni bir-birinin tərsinə iş görürlər. Onda qarşı-qarşıya vurur. Düz mütənasibdə isə biri artanda digəri də artırsa, bu olur düz mütənasib. Və düz mütənasibdə isə deməli çarpaz şəkildə vurulur. Və yaxud da biri azalanda digəri də azalırsa düz. Amma biri artıb, biri azalırsa adı üstündə tərs. Onda olacaq 50 vurulsun x bərabərdir 30 vurulsun 10-a. 30-u 10-a vuranda 300, 50-yə böləndə x bərabər olacaq 6-ya. Yəni cavabımız oldu B variantı. Keçək növbəti suala. 1266-cı suala baxırıq. Bir avtobusda 37 kişi, kişilərin sayı 37 və 17 qadın var. Qadınların sayı 17. Var. Dayanacaqda avtobusa neçə evli cütlük minsə, kişilərin sayı qadınların sayının 2 qatı olur. Evli cütlük nə deməkdir? Yəni məsələn bir qadın minirsə, bir də kişi minir. Və yaxud da 2 qadın minirsə, 2 kişi minir. İndi neçə qadın minir bilirikmi? Xeyr. X sayda. Evli cütlükdür axı. X sayda qadının, X sayda da kişi yoldaşı var. Yəni plus üstünə də nə gəlir? X gəlir. Və kişilərin sayı qadınların sayının 2 qatı. Qadınların sayı 17 plus X-dir axı. Bunun deməli 2 qatı, yəni 2-yə vururuq, kişilərin sayına 37 plus X-a bərabərdir.
2-ni 17-yə vuranda 34 plus 2x bərabər olur 37 plus x-a. 2x-dan x-in çıxanda x, 37-dən 34-ün çıxanda qalır 3. Yəni cavabımız olur 3. Həqiqətən də 3 2 minəndə bu olur 40, 3 qadın minəndə bu da edir 20 və 40 20-nin 2 qatı olmuş olur. Cavabımız olur B variantı. Keçək növbəti suala. 1267-ci suala baxırıq. Bir avtobusda 58 kişi, kişilərin sayı 58 və 18 qadın var. Qadınların sayı isə 18. Dayanacaqda avtobusa neçə evli cütlük minsə, kişilərin sayı qadınların sayının 3 qatı olar. Yenə də həmin qayda ilə. Əgər x sayda qadın minsə, plus x sayda da kişi minməlidir. Evli cütlük o demək ki, 5 qadın varsa 5 kişi, 3 qadın varsa 3 kişi, 7 qadın varsa 7 kişi. Və kişilərin sayı qadınların sayının 3 qatı. Yəni 18 plus x-in 3 qatı qadınların sayı. Bərabərdir kişilərin sayına. 58 plus x-a. 3-ü 18-ə vuranda 54. Üstə gəl 3x. Bərabərdir 58 plus x-a. 3x-dan x-in çıxanda 2x bərabərdir. 58-dən 54-ün çıxanda 4-ə. 4-ü 2-yə böləndə x bərabərdir 2-yə. Yəni cavabımız olur A variantı. Bir daha yoxlasaq. Həqiqətən də 58-in üstünə 2 gələndə 60 edər. 18-in üstünə 2 gələndə 20 edər. 60 da 20-nin 3 qatı olmuş olar. Keçək növbəti suala. 1268-ci suala baxırıq. 64 sərnişin olan avtobusdan 1 kişi və 3 qadın düşür. Bundan sonra qalan qadınların sayı kişilərdən 2 dəfə çox olarsa, əvvəlcə avtobusda neçə qadın var idi? Qeyd edək, qadınların sayı və kişilərin sayı. Sonra baxın, nə deyir? Bundan sonra qadınların sayı kişilərdən 2 dəfə çox. Kişilərin sayını bilirikmi? Xeyr. X götürərik. Qadınların sayı olur 2x. Hansı hadisədən sonra 1 kişi 3 qadın düşür? Yəni azalır da. Sərnişinlərin sayı nə olur? Azalır. Düşəndən sonra belə olur. Onda düşməmişdən əvvələ. Yəni kişilərin sayı x yox, 1 kişi düşmüş. X plus 1 imiş. 1 artıqmış ki, həmin o 1-i çıxanda x yerdə qalır. Və qadınların sayı 2x yox, 2x plus 3-müş. Ki 3 nəfər düşəndə yerdə 2x qalmış olur. Və bunların ümumi cəmi nə qədərdir? 64 sərnişindir. Onda olacaq 2x üstə x gələndə 3x, 3 üstə 1 gələndə 4. Üzərinə gəlsin 4 bərabərdir 64-ə. Onda x bərabərdir 64-dən 4-ün çıxanda 60 bölünsün 3-ə. X bərabərdir 20. Qadınların sayını soruşur. Qadınların sayı 2x plus 3-dür. X-i də 20 tapdığımıza görə. Onda olacaq 2 vur 20-yə, üzərinə gəlsin 3. Bu da edəcək 43. Yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 1269-cu suala baxırıq. Aldığı kitablara 180 manat ödəyən Nigar hər kitaba 3 manat daha az pulu xərcləsəydi, 10 kitab çox ala bilərdi. Nigar neçə ədəd kitab alıb? Bu gedəcək diskrimanta, ikinci yolunu da qeyd edəcəm. Diskrimantı niyə? Hər kitaba nə qədər ödəyib bilmirik. Kitabın qiyməti olsun x. Onda 180 manatı bölməliyik nəyə? 180 manatı bölməliyik x-a. Və deyir ki, məsələn belə deyək də, bir kitaba 5 manat xərcləsəydi, 180-i böləcəkdi 5-ə. İndi deyir ki, 3 manat daha az pul xərcləsəydi. Yəni 180 bölünsün x qədər yox. Plus bundan da yəni çıxılsın 3 manat az. Bu qədər pul xərcləsəydi 10 kitab daha çox ala bilərdi. Biz kitabların sayını x qeyd etmişdik. Ümumi 10 kitab çox alırsa, deməli x plus 10 sayda ala bilərdi. Və biz bir kitabın qiyməti, yəni burada yazdığımız bir kitabın qiymətidir. Vursaq, ümumi kitabların sayına, yəni x plus 10 və yenə də cəmi nə qədər pul ödəməlidir? 180 manat pul ödəməlidir. Və bunu həll edəndə bu gedib dayanacaq diskrimanta. Orada sonda tənlikdə 1-ini tapacaqsınız. Deməli 30, digəri 20, mənfi 30 olacaq. Mənfi 30 say ola bilməz. Demək cavab 20. Yəni artıq video uzun-uzadı olmasın. Deyib mən bunu izah etmirəm. Yəni bu yolla da girə bilərsiniz. Sırf ibtidai sinif müəlliminə aid yolu ilə isə belə girə bilərsiniz. Belə deyə bilərik ki, 180 ədədini bölənlərin tapaq. 180-ə bölənlər hansılardır? 1-dir, 2-dir, 3-dür, sonra 4-ə bölünür, 5-ə, 6-ya, 9-a, 12-yə, 15-ə, sonra 20-yə, 30-a, 60-a, 90-a, 45-ə, 45 yazmamışıq. 45-i də bu araya yazaq, ardıcıl olsun.
45'ə, buradakını silək bir saniyə və bir də 180-in özünə, düzdürmü? Hamısını bir-bir yazdım ki, tam görək. Və burada nəyə baxırıq? 1. Kitabın bir kitab arasında pullar fərqi 3 manat olmalıdır və kitab sayı fərqi isə 10 manat olmalıdır. Deyirik ki, həmin 180-in bölənləri arasında 10 fərq olan hansıdır? 10 fərq olan bir-biri ilə deməli 5 və 15-dir. Biri bu. 180-i 5-ə bölsək, düşər 36, 15-ə bölsək 12. 36-nın 12-sini çıxsaq, həmin bu 3 manatlıq fərq bizə verərmi? Verməz. Baxırıq ki, bir də hansı ədədlər arasında 10 fərq var? Görürük ki, 20 və 30. Bunu tapdığımı tapdıq. Digərləri arasında isə 3 manatlıq fərq olmalıdır. Arasında 3 fərq olan hansı ədəddir? Məsələn, 4 ilə 1-dir, bölsək yenə də düşməz təbii ki. Digərlərdə deməli 6 və 9. Məsələn, 9, 12 indi hamısını bir-bir yoxlamıram. Çünki böləndə o cavabı alınır. 6 və 9. Yoxlayaq. Və yaxud da elə 20-ni 30 tapamışdıq 10 fərqli olanlar. 180-i böləndə 20-yə, deməli əvvəlki qiyməti 9 və 180-i böləndə 30-a, 10 əlavə kitab almışdı. 20 idi, artıq oldu 30 kitab. Düşür neçə? 6. 9-dan 6-sını çıxanda 3 manatlıq fərqi verdimi bizə? Verdi. Deməli onda neçə kitab alar? Cavabımız olur neçə? 20 kitab alar. Çünki 10 kitab çox ala bilərdi, yəni almayıbdı. Sadəcə 3 manat ucuz olsaydı ala bilərdi şərti var. Deməli cavabımız oldu 1269-da C variantı. Və yaxud da bundan əvvəlki qeyd etdiyimiz tənlikdə həll edib, oradan da cavabımızı almış ola bilərdik. Keçək növbəti suala. 1270-ci suala baxırıq. Səndəki suyu silindr formasında olan 20 qaba doldurdular. Əgər hər qaba 5 litr artıq su döyülsəydi, səndəki suyu boşaltmaq üçün 16 qab lazım olardı. Səndə neçə litr su var idi? 20 qaba doldurublar. Hər qab nə qədər tutur? Qabın tutumunu bilmirik. X-la qeyd edək. 20 dən qab. Məsələn, hərəsi tutaq ki, 7 litr tutsaydı, 20-ni 7-yə vurarız. X litr tutduğuna görə 20-ni vurursunuz X-a. Yəni bu qədər su tutur. Sonra isə deyir ki, hər qab 5 litr artıq. Yəni artıq X yox, 5 litr artıq X plus 5 tutsaydı 16 qab lazım olardı. Onda X plus 5 ilə vururuq 16. İkisi də çənin tutumu oldu mu? Yəni çəndəki su oldu mu? Bəli. Onda bunlar bir-birinə nə olmuş olar? Bərabər. Tənliyi həll etsək 20x bərabərdir. 16-nı x-a vuranda 16x, 16-nı 5-ə vuranda bu da edər 80. 20-dən 6-sını çıxanda 4x bərabər olar 80-ə, 84-ə bəndə x taparıq 20. Səndəki su istəyir bərabərliyin solunda, istəyir sağında, fərqi yoxdur. 20-ni 20-yə vuranda cavab edər 400 və yaxud da 20 üstə 5 deyəndə 25, 25-i 16-ya vuranda yenə də cavabımız olar 400C variantı. Keçək növbəti suala. 1271-ci suala baxırıq. Fabrikdəki maşınlardan birincisi 7 saat işləyə 1 saat fasilə edir. İkincisi isə 3 saat işləyə 1 saat fasilə edir. Birinci maşın ikinci dəfə fasiləyə başlayan anda İkinci maşın fasilələr də daxil olmaqla neçə saat işləmişdir? Ümumiyyətlə 3 saat işləyib 5 saat işləsin, 2 saat fasilə versin, fərqi yoxdur. Yəni birinci saat ilə, daha doğrusu birinci maşın ilə neçə saat işləyibsə, digəri də o qədər işləyəcək, fasilə verəcək. Onsuz bizə deyir ki, ikinci maşın fasilələr də daxil olmalı. Və deyir ki, indi birinci maşın ikinci dəfə fasiləyə başlayan anda. Birinci dəfə fasiləsi 7 saat işlədi və 1 saat fasiləsi. Və ikinci dəfə də 7 saat işləyəcək. Artıq bundan sonra nəyə çıxmalıdır? Fasilə. Yəni 7 üstə 7, 10-dur, o da 1, 15. Yəni şərtin böyük olmağına baxmayın. Sadə bir sualdır. 15 saat, yəni 15-ci saatda ikinci dəfə fasilə artıq başlayacaq. Və bu 15 saat işləyibsə, deməli digəri də fasilələr qarışıq bir işdə. Bu da 15 saat işləmiş olacaq. Keçək növbəti suala. 1272-ci suala baxırıq. 1-dən 50-yə qədər ədədlər soldan sağa doğru yanaşı yazılaraq 1, 2, 3, 4, 5 və s. belə davam edir. Bu ədədlərin rəqəmlərin sayını tapın. Rəqəmlərin sayı deyirik ki, 2 rəqəmli ədəddən söhbət edirsə 2 vur n çıxılsın 9 düsturuna hesablanır. Bu düsturdan istifadə edib cavabımızı tapa bilərik. 50-yə qədər demir. Yəni 2 vur 50-yə 100 çıxanda 9-un bu edir 91. Bu yolla da əldə edə bilərsiniz. Və yaxud da nə edə bilərik? 1-dən ta ki 9-a kimi neçə rəqəm istifadə olunur? 9 rəqəm. Və 10-dan ta ki 50-yə kimi bu da eləyir neçə rəqəm?
O 50-dən 10 çıxanda 40, üstünə 1 gəlir, çünki 10 da daxildir. 41 ədəddir və 41 ədəd hərəsi də 2 rəqəm. Məsələn, 10, 11 2 rəqəmdir. O məsələn 17 2 rəqəmlidir və s. Hər bir 2 rəqəmli olduğuna görə 2-yə vuranda bu da eləyir 82 rəqəm. 82 rəqəm 1, 9 rəqəmli 1. Cəmi yenə də toplayanda cavabımız eləyir 91 rəqəm. Yəni cavabımız olur B variantı. Keçək növbəti suala. 1273-cü suala baxırıq. 1-dən 40-a qədər ədədlər soldan sağa doğru yanaşı yazılaraq, yenə də eyni tip şərtdir. Sadəcə bir dəfə 40-a qədər deyir. Dedik ki, 2 vur n çıx 9 üstünə istifadə olunur. Bunu da kitab səhifə məsələsində qaydasını demişdik. Hardan gəldi? Yəni 2 vur 40-a çıx 9. 80-dən 9-un çıxanda yerdə qalır neçə? Deməli 71. Və ya bir daha qeyd edirəm. 1-dən ta ki 9-a kimi 9 rəqəmə istifadə olunur. Yerdə qaldı 10, 11, ta ki getdi 40-a qədər. 40-dan 10 çıxanda 30, üstünə 1 gəndə 31 ədəd var. Və hər biri 2 rəqəmli. 10-da 1, 0, 2 rəqəm. 11-də 1, 1, 2 rəqəm. 40-da məsələn 4, 0, 2 rəqəm. Hər biri 2 rəqəmli 2-yə vuranda neçə eləyir? 62. 62 rəqəm 1, 9 rəqəmli 1. Yenə də cəmi toplayanda 71 rəqəm almış oluruq. Yəni cavab B. Keçək növbəti suala. 1274-cü suala baxırıq. Musa əlindəki oyuncaqları dostları ilə bərabər paylaşarsa, hər birinə 15 oyuncaq düşür. Əgər Musa dostlarına 12 oyuncaq versə, özünə 48 oyuncaq qalacaq. Ona görə başlanğıcda Musanın neçə oyuncağı var? Deməli, qeyd edək, Musanın dostları yazaq. Dostları. Musanın dostlarının sayını qeyd edək x-la. Deməli, dostları ilə bərabər paylaşarsa, hər birinə 15 oyuncaq düşər. Dostlarla bərabər paylaşmaq nə deməkdir? Musanın dostları və Musa özü də, baxın cümləyə baxın, dostlarla bərabər paylaşarsa və plus bir nəfər də kimdir? Musanın özü. Bərabər paylaşır. Yəni x sayda dostları, məsələn 7 dostu var, bir də özü artıq 8 nəfər. X plus 1-i vururuq, hərəsinə 15 oyuncaq düşür, vururuq 15. Bu qədər artıq edir oyuncaq sayı. Deyir ki, əgər Musa dostlarına 12 oyuncaq versə, dostların sayı artıq x-dir. Yəni x-a 12 oyuncaq verəndə, hərəsinə 12 oyuncaq verir və özündə də 48 qalır. Yəni x vurulsun 12 sayda dostlarında plus 48-dir özündə. Yəni bu ifadə də oyuncaqların sayıdır və buradakı ifadə də oyuncaqların sayıdır. Bunlar bir-birinə bərabər. 15-i x-a vuranda bu edər 15x. 15-i 1-ə vuranda üstə gəl 15. Bərabərdir 12x plus 48-ə. 15-dən 12-sini çıxanda 3x bərabərdir. 48-dən 15-ini çıxanda 33. 33-ü 3-ə böləndə x tapırıq, düşür 11. Bizdən oyuncaqların sayını soruşur. Oyuncaqların sayı istəyir solda, istəyir sağda eyni cavabı almış olacaq. X-in yerinə 11 qoyanda 11 üstə 1 12 və 12-ni vuranda 15-ə cavab edir 180. Və yaxud da 11-i 12-yə vuranda 132, üstünə 48 gələndə yenə də 180 cavabını almış oluruq. Keçək növbəti suala. 1275-ci suala baxırıq. Günlər pulunun 3də birini birinci gün, 5də birini ikinci gün xərclədi. Üçüncü gün 50 manat daha xərclədi. Öz pulunun 15-də 4 hissəsi qaldı. Buna görə günlərin əvvəlcə neçə manat pulu var? Daha rahat, kəsirsiz olsun deyəm. Yəni x-də verə bilərik. Amma baxırıq ki, 3də 1, 5də 1 və 15də 4. Məxrəclər 3, 5, 15. Hər birinə bölünən ədəd 15-dir. Pulun miqdarını götürərik onda 15x. Fərqi varmı? Xeyr. İstəsəz x, 15x, 60x, nə istəsəz götürə bilərsiniz. Sadəcə yanında nə olsun? Dəyişən olmuş olsun. Deməli, birinci gün 3də 1-ini 15x-in 3də 1-i 15x-i bölürük 3-ə, vururuq 1-ə, bu edir 5x. İkinci gün 5də 1-ini 15x-in 5də 1-i böl 5-ə, vur 1-ə, bu da edir 3x. Üçüncü gün deməli 50 manatın xərci. Yəni bu artıq olur bu hissə xərci. Və qalan nə qədər olur? Qalan da deməli bunun 15-də 4 hissəsi. Yəni 15x-in 15-də 4-ü böl 15-ə, vur 4-ə, bu da eləyir 4x. Biz deməli ümumi puldan, yəni 15x-dan xərcləri çıxsaq, yəni nə qədər xərc edirik? Çıxsaq nəyi taparıq? Qalanın tapmış olur. Onda olacaq 15x, bir saniyə, dəyişək bunu. Aha, onda olacaq 15x, çıx 5x, çıx 3x, çıx 50,
bərabərdir 4x. 15-dən 5-in 10, 10-dan 3-ün çıxanda 7. 4 də sağa keçəndə çıxma olur. 7-dən 4-ün çıxanda qalır 3x bərabərdir 50 sağa keçəndə müsbət olur 50-yə. X də bərabərdir 50 bölünsün deməli 3-ə. İlk baxışdan baxanda görürük ki, kəsir formasında qalır. Amma bizə nə lazımdır? Ümumi pul. Ümumi pulu nə qədər götürmüşdük? 15x. X-in yerinə qoyuruq 50 bölünsün 3. Yəni 15 vurulsun 50 bölünsün 3-ə. 3 ilə 15 gedər, yerdə qalar 5. 5-i də 50-yə vuranda cavabımız edər 250. C variantı. Keçək növbəti suala. 1276-cı suala baxırıq. Qab su ilə dolu olarsa ağırlığı x kiloqramdır. İçindəki suyun 3/2 hissəsi istifadə olunduqdan sonra ümumi ağırlığı y kiloqram olur. Buna görə boş qabın ağırlığını tapın. Deməli, qabla su, qab, üstəgəl su. Baş hərflərini yazır. Qab su ilə dolu olanda bərabər olur x-a. Və deyir ki, içindəki suyun 3/2 hissəsi istifadə olunur. İstifadə olunursa bizə qalan lazımdır axı. 3-dən 2-sini çıxanda deməli qalan nə qədər olur? 3/1 hissəsi. Yəni qab üstə gəlsin artıq 3/1 su bərabər olur y. Bizə verdi sistem təmini. Və deyir ki, boş qabın ağırlığı. Yəni bizə qab lazımdır. Qab lazımsa deməli su lazım deyil. Onun aşağı hissəni 3-ə vurub eyniləşdirək ki, tərəf-tərəfə çıxanda sular islah olmuş olsun. Üstə olacağında qab, üstə gəl su bərabərdir x-a. 3-ü qaba vuranda, yəni 3 qab, üstə gəlsin. 3-ü 3/1-ə vuranda 3-lər gedir, yəni su qalır. S bərabərdir. 3-ü də y-ə vuranda 3y. İndi tərəf-tərəfə çıxanda sudan suyu çıxdı, sular getdi. 3 qabdan qabı çıxanda yerdə qalır 2 qab bərabərdir. 3y-dən çıxırıq, deməli nəyi? X. Bizə qab lazımdır. Nəyi 2-yə vuranda buradakı ifadəni alırıq? Onda qab bərabərdir 3y çıx x-i bölməli nə? 2-yə. Yəni cavabımız olur 3y çıx x böl 2. Yəni C variantı olmuş olur. Keçək növbəti suala. 1277-ci suala baxırıq. Anar, Şəbnəm, Cəsur və Türkan ağacını alma dərirlər. Qeyd edək baş hərflərini. Anardır, Şəbnəmdir, Cəsurdur və Türkandır. Alma dərirlər. Anar 6, Şəbnəm 10, Cəsur 15, Türkan isə 1 alma dərir. Daha sonra Cəsur Anara A alma. Deməli, ümumi nə qədər alma dərir ki? Bizə deyir ki, A sayda, Türkan C sayda alma verir. Türkana C sayda alma verir. Aha. Şəbnəm isə Türkana B sayda alma verir. Bütün bunlardan sonra hamıda eyni sayda alma olduğuna görə Cəsur Türkana neçə alma vermişdir? Almaları nə günə saldılar? Ümumi hamıda deyir ki, bərabər sayda. Hamıda eyni sayda. Eyni sayda olubsa almaların sayı nə qədərdir? Anarda 6 ədəd. Üstə gəl Şəbnəmdə 10 ədəd. Cəsurda 15 ədəd və Türkanda 1. Cəmi edir 16, 17, o da 15, 32. Və neçə nəfərdir? Anar, Şəbnəm, Cəsur, Türkan 4 nəfər. Onda böləndə 4-ə hər birində sonda nə qədər olur? 8 ədəd. Yəni bunlara 8, 8, 8 və 8 olmuş olur. Deməli daha sonra Cəsur Anara A sayda veribdi alma, düzdürmü? Cəsur kimə veribdi? Cəsur almanı verib Anara. Bu yadda qalsın. Türkana C sayda və Türkana da C sayda veribdi. Bir də Türkana verib. Şəbnəm isə Türkana B sayda alma verib. Şəbnəm də Türkana B sayda alma verib. Şəbnəmin almaların sayı nə qədərdir? 10-udur. Türkana alma sayı veribdi, düzdürmü? Şəbnəm Türkana nə qədər alma sayı vermədi? Yəni 10 dənədən neçəsini verib ki, sonda 8-i qalıb. Onda biz nə edərik? 10-dan çıxarıq 8-in, yerdə qalar neçə? 2. Yəni Türkana 2 alma kim verdi? Şəbnəm verdi. Türkanın isə əvvəl neçə alması vardı? Yəni 1 alması vardı. İkisini də kim verdi? Şəbnəm verdi. Davam edirik. Cəsur Türkana alma vermişdi, düzdürmü? Cəsur Türkana nə qədər alma verib ona baxır. Türkana nə qədər alması oldu? 1 üstə 2 gələndə bu eləyir 3. Amma hər birində sonda 8 olmalıdır, düzdürmü? Cəsurun da həm kimə verib Cəsur, həm də vermişdi Anara.
Cəsur anala veribsə, Türkana bəs nə qədər verib? Əslində elə bizə Türkan lazımdır. Heç anarla işimiz yoxdur. Türkanda sonda 8 dənə olmayıb. 3-dən 8-ə çıxıbsa neçə ədəd artıb? 8-dən çıxırıq 3-ün, deməli 5 edir. Deməli Cəsur 15 alması vardı. 15-in 5 ədədin Türkana verib. Yəni 15-in 5 ədədini verib kimə? Türkana. Digərlərini də yoxlayaq görək düzdürmü? 5-in verəndə yerdə qalır 10 ədəd. 8 dənə olmalıdır. İkisini də onda verib kimə? Anara. Anarda da 6 idi. Həqiqətdən 6 ədəd idi. İkisini verəndə 8 olmuş olurmu? Olur. Cavabımız olur C variantı. Yəni bunu əvvəldən belə də quraq. Biraz qarışıq görsənsə, baxın. Deməli, tapdıq ki, hər birində sonda 8 dənə olubdur. 32-ni böldük 8. Anarda 6, bax qeyd edək. 6, Şəbnəmdə 10, Cəsurda 15 və Türkanda isə 1 idi. Hər biri sonra 8, 8, 8 və 8 olub. Cəsur Anarla kimə veribdi? Türkana veribdi almaların sayı. Anara və Türkana. Anarda 6 ədədir. Anara başqa alma verən varmı? Anara baxırıq ki, başqa alma verən yoxdur. Deməli, Cəsur bu 15 dənənin çıxısının ikisini mütləq kimə verir? Anara verir. Yerdə artıq Cəsurda neçə dənə qalır? Yerdə qalır deməli 13 ədəd. Qaldı mı 13 ədəd? Qaldı. Və Cəsur bir də Türkana alma sayı verir. Tərs elə burada biz Cəsura baxsaq bəs eləyədi. Bir də Türkana alma sayı verir. Yəni 13-dən neçəsini verib ki, sonda özündə də 8 dənə qalıb. 13-dən çıxanda elə 8-in cavab elədi 5. Yəni bayaqki yoldansa bununla daha tez tapmış olduq. Məncə bu daha yaxşıdır. Keçək onda növbəti suala. 1278-ci suala baxırıq. 1278. Eyni uzunluqda iki şamdan biri 8 saata, digəri 12 saata tamam yanıb bitir. Eyni anda yanıradan neçə saat sonra birinin boyu digərinin 19 mislinə bərabər olur. Bu əvvəlki deməli kitabda da vardı. Orada da şam məsələlərinə aid bir çox sualların izahını vermişdik. Eyni uzunluqda deyəndə 8-ə və 12-yə bölünən bir ədəd götürürük. Məsələn 24. Şərt 24 götürmək xeyr. Yəni istəsəz 48, 480, 120 və s. götürə bilərik. 24-ü böləndə 8-ə biri hər saatda 3 sm məsələn yanır. Məsələn 5 saatda nə qədər yanar? 3-ü vurarsınız 5-ə. Neçə saat keçib onu bilirikmi? Xeyr. Onda 3-ü vurarıq nəyə? X-a. Yəni hər saatda 24 bölü 8, 3x yanır. Nə qədər qalacaq onda 1 saata? 24 çıx 3x bu qədərsi qalmış olacaq. Yəni hansısa saat keçəndən sonra bizdən o soruşulan saat. Digəri isə 24-ü eyni uzunluqda götürmüşdü. 24-ü böləndə 12-yə düşür 2. Eyni saat keçib də x saatda buradan keçir. Nə qədərsi qalacaq? 24 çıxılsın 2x bu qədərsi qalmış olacaq. Və birinin boyu digərinin 10-da 9 mislinə. Yəni birin digərinə böləndə 10-da 9 düşür. Və yaxud da böyük olanla taşı 10-da 9-un tapanda kiçiyi tapır. Onda biz əksinə böyüyü kiçik ədədə, kiçiyi böyük ədədə vursa, bunlar bir-birinə nə olmuş olar? Bərabər olmuş olar. 10-da 9 deyirsə, 24-dən 3x-in çıxanda bu kiçik ədəd olur. Yəni kiçikdirsə böyüyə vururam 10-a. Bu isə 2x-in çıxanda böyük ədəd olur. Böyük ədədsə kiçiyə vurur. Belə də fikirləşində 24-dən 3-ün çıxanda 21 edər. 24-dən 2-sin çıxanda, məsələn deyirəm 1 saat keçəndə 22 edər. Ona görə böyüyü kiçiyə, kiçiyi isə nəyə vururuq? Böyüyə. Həll edək burada. Deməli 10-u 24-ə vuranda 240 çıx 10-u 3-ə vuranda 30x bərabərdir. 9 4-ün 36, 9 2-nin 18, o da 3, 216. Çıx 9 2-nin 18. Yanında x-i. Deməli mənfi 18x mənfi 30 sağa keçəndə müsbət olur. Mənfi 18 müsbət 30 böyüdən kiçik çıxıb böyüyün işarəsi. 30-dan 18-in çıxanda 12x 240-dan da 216-sını çıxanda yerdə qalar neçə? 24. 24-ü 12-yə böləndə x bərabərdir 2. Yəni bu hadisə 2 saat sonra baş vermiş olar. Cavabımız olar C variantı. Yoxlama üçün onu göstərim orada.
Bundan sonra bu tip suallar qarşımıza çıxanda yazın. Ümumiyyətlə, özünüz də hər hansı bir cavabı tapandan sonra yoxlasanız daha rahat olur. Baxaq, həqiqətən də 24 çıx, 2 vur 2-yə, bu eləyir 4, yerdə qalır 20-si. Digərində 24 çıx, 8-ə bölmüşdü, 3 düşmüşdü. 3 vur 2-yə, yerdə qalan neçə? 18. Birinin boyu digərinin 10-da 9-u. Yoxlayaq. Şimdi 20'nin 10'da 9'u 10'a bölüb 9'a vuranda 2, 2, 9'un 18'i vermiş oldu mu? Bəli. Deməli, doğru cavabı tapmışıq. Neyse. Keçək növbəti suala. 1279-un suala baxırıq. Uzunluqları 75 sm olan iki şamdan biri 5 saata, digəri 15 saata əriyir. Şamlar eyni anda yandırıldıqdan neçə saat sonra boyları fərqi 24 sm olar. Burada artıq 75'i bizə hazır şəkildə verib. 5'ə və 15'ə bölünənədir. Yəni biz bu 75'in əvəzinə istəsək 15 də götürə bilərik. Heç bir fərqi yoxdur. Amma 75 yazıbsa elə 75 də götürək. Niyə 15 deyirəm? Çünki 5'ə və 15'ə bölünənədir, elə 15'in özüdür. 30 da yaza bilərəm. 45 də, 60 da. Amma 75 yazıb deyim, küsməsin, inciməsin, 75 də götürək. 75'i böləndə 5'ə düşür neçə? 15. Neçə saat keçəcək bilirikmi? Xeyr, x. Yəni boyu qalacaq 75 çıxılsın 15x qədər. Digərində 75'i bölürəm deməli 15'ə. Yerdə qalır 5. Neçə saat keçir bilirikmi? Xeyr. Yəni bunda da 2 saat. Onda boyu nə qədər qalacaq? 75 çıxılsın 5x qədər. Və bizə nə deyir? Biri oldu 75 çıx 15x, digəri 75 çıx 5x. Boylar fərqi 24. Boylar fərqi 24-dürsə, kiçik olan deməli 24 azdır. Və yaxud da böyük olan 24 çox. Kiçik olan hansıdır? Təbii ki, daha böyük ədəd çıxılandır. Onda biz bunun üstünə 24 artırsaq, şamların boyları bir-birinə nə olar? Bərabər olmuş olar. Tənliyi həll etsək. Hər ikisinə 75 var, müsbət 75-lərə heç ehtiyac yoxdur. Onda olacaq 24 bərabərdir. Mənfi 15x-dir, sağ ikisinə müsbət olur. Yəni 15x çıx 5x yerdə neçə qalır? 10x qalır. 24'ü 10'a böləndə x bərabərdir. 2,4-ə. Yəni bu hadisə 2,4 saat sonra baş vermiş olacaq. Keçək növbəti suala. 1280-ci suala yenə də şam məsələsinə aid. Boyları deməli 60'dır. 4 saata 6 saat. 60 yazıbsa 60 yazsın. Yəni istəsək 4'ü 6'ya bölünən 12, 24, 36, 48 və s. götürə bilərdik. 60 yazırıq ki, küsməz. 4 saata deyirsə, böləndə 4'ə yerdə qalır neçə? 15. Yəni neçə saat keçəcək bilmirik x. Onda 60 çıx 15x qədər boyu qalır. Digərində isə 60 bölünsün 6, bu edir 10. Deməli burada da 2 saat keçir, eyni saat. Onda boyu nə qədər qalır? 60 çıxılsın 10x qədər. Və deyir ki, birinin boyu digərinin 3'də 1 olur. 3'də 1'i kəsrlə verəndə deyirik, nə edirik? Böyüyü kiçiyə də, kiçiyi böyük yerlərə vurmuş olur. Kiçik olan çıxılsın 15x-dir. Onda bunu biz vurmalıyıq 3'ə. Və böyük olan 60 çıxılsın 10x-dir. Bunu vururuq isə, yəni kiçiyi böyük yerlərə, böyüyü kiçiyə də. Həll edək. 3'ü 60'a vuranda 180, 15'ə vuranda 45x. Biri də hər hansı bir ədədin özünə vuranda həmin ədədin özün almış olur. İndi burada 180-dən 60'ın çıxanda yerdə qalar 120. 45 sarısını toplama olur. Yəni 45 çıxılsın 45x çıx 10x. 45'dən çıxanda onun yerdə qalar 35x. X-ə tapı açın 120'ni bölməliyik 35'ə. Hər birini 5'ə böləndə, 125'ə böləndə 24, 35'i 5'ə böləndə düşər 7. Yəni 7'də 24 saat. 7'də 24 saat cavabımız olur C variantı. Keçək növbəti suala. 1281-ci suala baxırıq. Uzunları eyni olan iki şam eyni anda yanmaya başladı. Biri 9, digəri 12 saata tamamilə yanaraq bitir. Bu iki şam eyni anda yandırıldan neçə saat sonra? Artıq burada sual fərqlidir. Birinin yanmış hissəsi digərinin qalan hissəsinə bərabər olar. Digərinin, neysə. Qalan hissəsinə bərabər olar. 9 və 12'yə bölünən ədəd götürərik 36. Yəni hər birinin boyu 36. Eyni boyda. Başqa ədədlər də götürə bilərik. 36 böl 9'a düşər 4. Neçə saat sonra bilmirik x.
Digərində isə 36 böl 12-yə bu da edər 3x. Və deyir ki, tamamilə yanaraq bitir. Bu iki şam eyni anda yanır. Neçə saat sonra birinin yanmış hissəsi digərinin qalan hissəsinə bərabər olar. Birinin yanmış hissəsi digərinin qalan hissəsinə. Aha, burada nəyə diqqət etməliyik? Hansı tez yanır, hansı hissəyə get. Yəni biri yanır, aşağı düşür. Baxın belə qeydinə. Məsələn, yandı formada. Bu yanan hissəsidir. Digərinin qalan hissəsi, bax, qalan hissəsi bax burdadır. Digərinin qalan hissesinə, yəni bu hissə nə olmuş olur? Bərabər olmuş olmalıdır. İndi burada sual yarana bilər ki, yəni biz hansının yanmış hissəsini götürək, hansının qalmış hissəsi? Heç bir fərqi yoxdur. Məsələn, 4x bunun artıq olur nəyi? Yanmış hissəsi. 4x. Digərinin qalan hissəsi artıq nə olur? Bayaq necə yazırdıq? 36 çıx 3x qalan hissəsinə bərabər. Yəni 4x bərabərdir 36 çıx 3x. 3x keçən nəsə olur? 7x bərabərdir 36. X bərabərdir 36 bölünsün 7 olmuş olur. Yəni cavab olur. Bəs müəllim, biz bunu əksinə götürə bilərikmi? Götürək. Baxın. Məsələn, nə edərik? Birinin yanmış hissəsini, yəni əksinə götürün. 3x bu səfər bərabər olsun. Bunun da deməli qalan hissəsi nə olacaq? 36 çıx 4x. Bərabərdir 36 çıxılsın 4x. Bu dəfə 4x-i sola keçirəndə yenə də toplam olur. 3, 4, 7x bərabərdir 36. 36-nı 7-yə böləndə yenə 7-də 36 olmuş olacaq. Yəni hər dəfə eyni cavabı almış olacaq. Keçək növbəti suala. 1282-ci suala baxırıq. Uzunluqları fərqli iki şamın, artıq uzunluqları fərqlidir. İki şamın uzun olanı 12 saat, qısa olanı 15 saat yanır. 15 saata daha doğrusu yanır. Eyni anda yandırılan bu şamların boyları 8 saat sonra bərabər olur. Yanmadan əvvəl uzun və qısa şamların boyları nisbəti neçədir? Tapaq. Deməli 8 saat sonra deyirsə, birinin boyu A olsun, digərinin boyu B. 12 saata yanan onda olacaq 12-də 8 saat keçibsə, 12-də 8A. Bu qədəsi yanacaq. Və bu da ixtisar gedər 4-ə böləndə 3-də 2A yanıb. Onda nə qədər qalır? Ümumi tam A-dan 3-də 2-sini çıxanda yerdə qalır 3-də 1A qədər qaldı. Digəri isə 15 saata yanıdı. 8 saat 15-də 8 hissəsi yanıdı. Yəni 15-də 8B yanan hissəsi, yanan. Bəs qalan nə qədər olacaq? B-dən çıxanda 15-də 8-in yerdə qalacaq 15-də 7B hissəsi. Və 3-də 1A bərabərdir 15-də deməli 7 nəyə B? Nisbətlərini tapın. Çarpaz şəkildə varsa 3, 7-nin 21B bərabər olacaq 15 deməli A. Nisbətlərini deyirsə bir-birinə böləndə demək. Yəni deməli B böl A şəklinə qeyd etsə və yaxud A bölünsün 5 şəklində yerləndirir. 21 bölünsün neçə olacaq? 15 olmuş olacaq. İxtisarda apara bilər və yaxud da bu formalara saxlaya bilər. Yəni cavabımız oldu B variantı. Keçək növbəti suala. 1283-cü suala baxaq. Uzunluqları fərqli. Yenə eyni tip məsələ. İki şamdan uzun olanı 6 saat, qısa olanı 10 saata yanır. Eyni anda yandıran bu şamların boyları 3 saat sonra bərabər olur. Yanmadan əvvəl uzun və qısa şamların boyları nisbəti neçədir? Deməli onda 6 saat birim 3 saat sonra. Yəni 6-da 3A. Bu hissəsi nə olacaq? Yanacaq. 6-da 3 ixtisar gedir. Bu da eləyir 2-də 1A. Bu hissəsi yanıbsa nə qədəsi qalır? A-dan çıxanda 2-də 1 hissəsi, yəni yarısını çıxanda yerdə qalır 2-də 1 elə. 2-də 1A. Bu qədər qalandır. Bax, bu oldu qalan hissə. Digərinə görə nə qədər qalır? 10 saata yanırsa 3 saata, bunu da B ilə götürək. Onda 3B hissəsi yanacaq. Və B-dən çıxsaq 10-da 3 hissəsinin, yəni yanan hissəsi. Yerdə qalacaq nə qədər? 10-dan 3-ün çıxanda 10-da 7B qalmış olacaq. Bu da qalan hissəsi. Bunlar bir-birinə deyir ki, bərabərdir. Yəni 2-də 1A bərabərdir 10-da 7B. Çarpaz vuranda 2, 7-nin 14 deməli B bərabərdir 1-i 10-a vuranda elə 10A-ya. 14, 10 hər biri 2-yə bölünər. Deməli 7B bərabərdir. Onu da 2-yə böləndə 5A-ya. Nisbətlərini soruşur bizdən. Uzun və qısa şamın boyları nisbəti neçədir?
boyların uzunun qısa nisbəti. Yəni elə 7 böl 5 şəklində uzunun qısa nisbəti. Cavabımız olur B variantı. Uzunun qısaya nisbəti. Şərtdir. Qısanın uzuna nisbəti desəydik isə yerlərin dəyişəcəkdik. 5 bölünsün 7 götürəcəkdik. Keçək növbəti suala. 1284-cü suala baxırıq. Müxtəlif maddələrdən düzəldilmiş 2 şamın böyüyünün uzunluğu 60 sm-dir və 5 saata yanıb bitir. 60-dır, 5 saata yanırsa 60-ı 5-ə böləndə hər saatda deməli 12 sm yanır. Kiçiyinin uzunluğu 36 sm-dir, 4 saata yanır. Demək, onda 36-nı da böləndə 4-ə hər saatda 9 sm yanır. İki şam eyni anda yandırıqdan neçə saat sonra böyüyünün uzunluğu digərinin uzunluğunun 2 qatı olur. Neçə saat keçəcək bilirikmi? Xeyr, x və x. Yəni birinin boyu onda olacaq 60 çıx 12x, digərinin boyu olacaq 36 çıxılsın 9x şəklində. Böyüyü hansıdır? Böyüyün deyir uzunluğu digərinin 2 qatı. Böyük olan 60 çıxılsın 12x. Digərini, yəni 36 çıxılsın 9x-in 2 qatı. Vursaq 2-yə bir-birinə bərabər olmuş olur. Onda 60 çıxılsın 12x bərabərdir. 2-ni 36-ya vuranda 72, 2 9-un 18 çıx 18x. 18x sağa keçəndə deməli, sola keçəndə daha doğrusu toplama olar. Yəni 18x-dan çıxaraq 12x-in yerdə qalar 6x və 72-dən 60-ı çıxanda qalar 12. 12-ni 6-ya böləndə x bərabərdir 2. Yəni bu hadisə 2 saat sonra baş vermiş olacaq. 1284 lira cavabımız olur. C variantı. Keçək növbəti suala. 1285-ci suala baxırıq. Hər doğru üçün 10 bal qazanılan, hər səhv üçün 5 bal itirən Aysel 40 suallıq bir sınaqda 38 doğru, 2 səhv cavab yazmışdır. Aysel neçə bal toplamışdır? Ümumi 40 sualdır. 38-in doğru yazıb və hər biri 10 baldan. 38-i vururuq onda 10-a, bu edir 380 bal. Və 2 səhv edib. Səhvə görə 5 bal itirirsə, 2-ni vururuq 5-ə, 10 bal itirəcək. 380-dən 10-un çıxacaq, yerdə qalacaq neçə? 370 bal yığıldı. Sadə bir sualıdır. Keçən növbəti suala. 1286-cı suala baxırıq. 1286-da 4 səhvin 1 doğru cavab apardığı 100 suallıq bir sınaqda 32 səhv edən Nigarın neçə xalis doğrusu qalır? 32 səhv edib. 4 səhv 1 doğru cavabı aparır. 32 hər dəfə 4 səhv aparacaqsa, 32-ni 4-ə bölündə düşür 8. Demək 8 dənə də düzün aparacaq. Yəni 32 səhv və hər 4 səhvə görə də 4-ə böləndə 8 dənə də düzü gələcək. 32 üstə gələcək 8, 40 balı itəcək. Yerdə nə qədər bal alacaq? Ümumi 100 bal deyildi, 100 suallıq. 100 sualdan 40-ı gələcəksə, 40-ın çıxanda yerdə qalır neçə? 60. Deməli, xalis 60 doğrusu qalmış olacaq. Keçək növbəti suala. 1287-ci suala baxırıq. 4 səhvin 1 doğru cavabı apardığı 100 sualı bir sınaqda 15 sualı yazmayıb, 24 suala səhv cavab yazan Nigarın neçə xalis doğrusu qalır? 24 səhv cavab verir. 4 səhv 1 doğrunu aparır da axı. 24-ün içində neçə dənə 4 var? 4-ə böləndə 6. Deməli 6 doğrusu da buradan gələcək. Yəni 24 səhv plus 6 da hər 4 səhvə görə biri getdiyinə görə 6 düzü də buradan gələcək. Beləcə 30. 15 sualı da yazmamışdı. Üstünə də 15 gələndə bu deyilir neçə? 45. Deməli 45 bal itirəcək. Ümumi 100 sualıqdır. 100-dən onda çıxanda 45-in yerdə qalır neçə? 55. Deməli xalis 55 xalı qalmış olacaq. Cavab olur B variantı. Sadə suallarıdır. Keçək növbəti suala. 288-ci suala baxırıq. 4 səhvin 1 doğru cavabı apardığı 80 suallıq bir sınaqda 45 xalis doğrusu qalan Nigar neçə sualı doğru cavablandırmışdır? 80 suallıqdır. 45-i doğru qalıb. 45-in çıxanda yerdə qalır neçə? 35. Demək 35 xallıq itirib. Yəni həm səhv yazıb, həm də səhv yazdığına görə, 4 səhv yazdığına görə bir düzü gedib. Demək 4 səhv yazanda bir düzü gedirsə, 4 üstə 1 5. Yəni hər dəfə, hər 4 səhvə görə 5-i itir. 35 bal itibsə, onda 35-i böləndə 5-ə düşür neçə? 7. Deməli 7 dəfə bu təkrarlanıb, yəni 7 balı artıq itiribdi. 7 balı itiribsə 45 xalis doğrusu var. 45 üstə gəlirik 7-ni cavab edər neçə? 52. Deməli 52 suala doğru cavab veribdi. Yox, məsələn bu sualda soruşsaydı neçə suala səhv cavab veribdi? Ümumi biz dedik ki 7 dəfə bu təkrarlanıb. Yəni 7 dəfə belə səhv edibdi. 35 bal itiribsə, yəni 7
Səhv etdiyinə görə həmin o səhvləri 7 düzünü aparıbdı. Onda 35-dən çıxardıq 7-sini, deməli 28 səhvi olmuş olardı, əgər soruşsaydı. Həqiqətdən də biz 28-i bölsək 4-ə düşər 7, yəni 7 bala da buradan gələcək. 28 isə 7 gəlsə 35, 80 35-in çıxanda yerdə 45 xalis doğrusu qalmış olacaq. Keçək növbəti suala. 1289-cu suala baxırıq. 4 səhvin bir doğru cavabı apardıq 100 suallıq bir sınaqda. Bütün sualları cavablandıran Aysunun 80 xalis doğrusu qalır. Aysun neçə sualı doğru cavablandırmış? Yenə də əvvəlki kimi. 4 səhv edəndə bir də doğrusu gedir. Yəni ümumi artıq 5 doğrusu getmiş olur. Yəni 4 səhvə görə 5 doğrusu getmiş olur. 100 baldan nə qədər yığıb? 80 xalis bal yığıb. Yəni 20 bal itiribdir. 20 bal itiribdir. Hər dəfədə 5 bal, 5 bal. Bunu neçə dəfə təkrarlayıb? 20-ni 5-ə böləndə düşür 4 dəfə. Yəni səhvləri 4 düzün aparıb. Səhvləri 4 düzün aparıbsa, ümumi 80 xalis bal deyildi. Yəni 4-ün çıxandan sonra 80 qalıb. Onda 80 üstə gəl 4, bu da eləyir 84. Deməli 84 suala düzgün cavab verib. Neçə suala səhv cavab verib soruşsaydı yenə də 20-dən çıxacaqdıq neçəsin? 4-ün, yerdə qalacaqdı 16. 16 suala səhv cavab verib. Həqiqətdən də yoxlasaq, 16-nı 4-ə bölsək düşər 4. Yəni 4 16 səhv edib. 16 səhvinə görə, hər 4 səhvə görə, biri getdiyinə görə 16-nı 4-ə böləndə düşür 4. 4-dən də düzü oradan gələcək. 16 üstə 4 20 bal itəcək və 100-dən 20-sini çıxanda 80 xalis balı qalmış olacaq. Keçək növbəti suala. 1290-cı suala baxırıq. Hər doğru cavab üçün 7 bal qazanan, hər yanlış cavab üçün 3 bal silinən 42 suallıq imtahandır. Bütün sualları cavablandıran Firuz sınavda 44 bal toplamışdır. Firuz doğru yazdığı sual sayı, səhv yazdığı sual sayından neçə sual azdır? Bu tip suallar artıq əvvəlki video izahlarda, bu video izahda da çox cavablandırdı. Necə edirdik? Tənliklər sistemindən, ümumi sistem tənliyi ilə də yaza bilərdik. Və ya ümumi 42 sual deyil. Hərəsi 7 baldan cəmi nə qədər etməlidir? 42-ni, üzr 42-ni vurmalıyıq 7-yə. Deməli 14, 1 yadda, 28, 29. 294 bal toplamalıydı. Hamısına düzgün cavab versəydi. Amma 44 bal toplayıb. Nə qədər bal itirib? 294-dən çıxırıq 44-ün, yerdə qalır 250. Bu 250 bal itiribdir. Bunu necə itirir? Deməli, səhv cavab verəndə 3 balı silinir. Yəni gedən balları yazır. 3 bal silinir. Bir də səhv cavab verdiyinə görə 7 bal qazanacaqdı axı. 3 bu da 7. Yəni həm itirilən, həm də qazanılan bal ikisini bir yerdə toplayırıq 7 3. Ümumi 10 bal itirmiş olur. 10 balın 3 balı səhv cavab verdiyinə görə 7 bal da bunu qazana bilmədiyinə. Yəni bir suala görə 10 bal itir. Yəni 3 ilə topladığı 7-ni bu elədi 10. Yəni bir suala görə 10 bal itirsə, 250 bal itməsi üçün neçə dənə səhv etməlidir? Onda 250-ni bölürük 10-a, bu da düşür 25 səhv. Deməli 25 səhv edildi. Ümumi 42 sualdır. Burada qeyd etmişdi bizə. 42 sualdır. 42 sualdan 25-i səhvdirsə, düzlərin sayını tapaq. 42-dən çıxırıq 25-in, yerdə qalar neçə? Demək 12-dən 5, 7, 17 düz. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, səhv yazdığı, daha doğrusu doğru yazdığı sual sayı, səhv yazdığı sual sayından neçə sual azdır? Doğru deməli 17-dir, səhv isə 25. 17 25-də nə qədər azdır? 25-dən çıxırıq 17-si. Cavab edir 8 C variantı. Keçək növbəti suala. 1291-ci suala baxırıq. Hər doğru cavab üçün 10 bal qazanan, hər yanlış cavab üçün 3 bal silinən 80 suallıq imtahanda 3 sualı boş buraxır. Boş buraxanda nəsə bir şey edir? Xeyr, bu yadda qalsın. Firuz sınavda 445 bal toplamışdır. Firuz doğru yazdığı sual sayı, səhv yazdığı sual sayından neçə sual çoxdur? Baxaq. 3 sualı boş buraxırsa və boş buraxdığı sual sayları balına təsir etmir. Deməli 80 sualdan neçəsinə cavab verir? 80-dən 3-ün çıxanda 77-si qalır yerdə. Yəni səhv, düz cavab verdiyi ümumi 77 sual var. Əgər bu 77 sualın hər birinə düzgün cavab versəydi 10 baldan 77-ni 10-a vuranda bu 770 bal etmiş olardı. Amma deyir ki 445 bal toplayıb. Neyinirik? Ümumi baldan çıxırıq topladığı balı. Ondan 5, 5, 6-dan 4, 2, 7-dən 4, 3. 325 bal itirib. Və bu 325 balı deyir, necə itirir? Həm deməli, burada qeyd edək, həm qazanacağı 10 baldan olur, həm də 3 bal silinir. Cəmi nə qədər eləyir? 10 üstə gəl 3,
13 balı. Yəni bir səhvinə görə 13 balından olmuş olur. Və sonda neçə də səhv etməlidir ki, 325 balından olsun? Yəni 325-i bölməliyik deməli 10 üstə gəl 3-ə. Yəni 13-ə 325 bölünsün 13. 32-nin içində 13 2 dəfə düşdü. Yerdə qaldı neçə? 325 düz yazıldı da. 26 çıxdı. Ha, bəli, bəli, düz. 32-nin 26-sını çıxanda 6, 65-i 13-ə bölündə 5. Deməli 25 sual səhvdir. Bəs doğru nə qədərdir? Doğrunu tapaq, yəni düz yazdılar. Ümumi 77 suala cavab vermişik axı. 77-dən çıxanda 25-in yerdə qalır neçə? 52. Niyə 80-dən çıxmadı? Çünki 80 sualın hamısına cavab verməyib. 3 sualı boş buraxıbdı. Sadəcə 77 suala cavab verib. Və 77 sualında 25-i səhv oldu və 77-nin 25-ini çıxdı. Yerdə qaldı 52. 52-si düz. Və deyir ki, doğru yazdığı sual sayı səhv yazdığı sual sayından neçə də çoxdur? Yəni 52 25-dən neçə çoxdur? 52-dən çıxırıq 25-i. Yerdə qalır deməli 12-dən 5 7, 4-dən 2 27. Yəni cavabımız olur 27 B variantı. Keçək növbəti suala. 1292-ci sual. 4 səhvin 1 doğru sildiyi imtahanda cəmi 160 sual. Hər doğru cavab 5 var. 550 bu sual tanış gəlir. 550 bu təkrar sualdır. Əvvəl izah etmişdik. Təkrar sualdır. 1240 neçədə olan suallardan biri idisə. Təkrar sualdır da bir daha izah etmək. Əvvəl izah etmişdik. 1240 daha sonra 1293-cü suala baxaq. 1293-də 4 səhvin 1 doğrunu sildiyi imtahanda cəmi 50 sual var. Hər doğru cavab 12 bal dəyərindədir. Firuz bütün sualları cavablandırıb 240 bal topladığına görə Firuz doğru yazdığı sual sayı səhv yazdığı sual sayından neçə sual çoxdur? Yenə də ümumi 50 sual var və doğru 12 bal dəyərində. 50-ni vururuq 12-yə, ümumi nə qədər baldır? 5 12 60, yana 0 yanında 600 bal. Yəni bütün suallara düzgün cavab versəydi 600 bal toplayacaqdı. Yenə nə edirdik? Ümumi topladığı balı çıxırıq. Yəni 600-dən çıxırıq 240-ın, yerdə qalır 360. Deməli 360 bal itirib. Və bunu necə itirir? 4 səhv edəndə 1 doğrudan da olur. Yəni 4 səhv plus 1 doğru. 4 o da 1, 5 sualından olur. Çünki 4 dənə səhv 1 dənə doğrunu aparır. Və 4 səhvə görə 5 sualından olmuş olur. Çünki 4 dənə səhv etdi və 4 səhvdə 1 düzü aparır. 4 o da 1, 5 sualdan olur. Və hər sualda neçə bal dəyərində? 12 bal dəyərində. 5-i vuranda 12-yə bu neçə eləyir? 60. Yəni 4 səhvinə görə 60 bal itirir. 360 bal itirib daha. 360 bal itirməsi üçün onda neçə səhv etməlidir bilmirik. Onda çarpaz vursaq 360-ı vursaq 4-ə, bölsək 60-a, 60-la 360 gedər 6. 6 4-ün bu da edir 24. Deməli 24 suala səhv cavab verib. Bizdə nədir? Doğru yazdığı sual sayı səhv yazdığı sual sayından neçə sual çox? Ümumi 50 sualıdır. Bunu silək bir də sana. Deməli düzlərin sayı 24-ü səhvdirsə 50-dən çıxanda 24-ün yerdə qalır 26 düz. Səhvi də tapmışıq 24. Yəni 26 24-dən nə qədər çoxdur deyəndə 26-dan 24-ün çıxırıq. Yerdə qalır 2. Cavabımız olur B variantı. Keçək növbəti suala. 1294-cü sual. Yenə də imtahan balı söhbəti eyni tip suallardır. 4 səhv 1 doğrunu sildiyi imtahanda cəmi 50 sual var. Hər doğru cavab 5 bal dəyərindən. Avtomatik olaraq 50-ni vururuq 5-ə, bu edir 250 bal toplamalıdır. Və nə qədər bal toplayıb? 168 tam %75. Demək 250-dən çıxırıq 168 tam %75-i. 75 yazaq. Demək bura tam qoyub sıfırlar yaza bilərik. Çatmadığına görə 1-dən götürürük. 10-dan 5 5, 9-dan 7 2, tamın qoyduq. Vergilər eyni tuşdan aşağı düşür. Bunu onluq kəsirən toplanması, çıxılması video izahında da qeyd etmişdik. Sonra 9-dan 8-in çıxanda 1 və 4-dən deməli 6-sını çıxa bilmərik. 14-dən 6-sını çıxırıq. Yerdə qalır neçə? 8.
Etdi. Deməli 81,25 bal itirib. Və bu balı necə itirir? 4 səhv, 1 doğru. Yəni yenə də hər zaman kimi 4 ilə 1-i toplayırıq. Bu 5 doğru itirmək deməkdir. Və hər biri neçə bal dəyərindədir? 5 bal dəyərindədir. Yəni 5-i vuranda 5-ə 25 bal itirir. Neçə səhvinə görə? 4 səhvinə görə. Yəni 4 səhv. 4-ü 5-ə vuranda 20 bal və bir dənə də doğru gedir. O da 5 bal dəyərində. 20 o da 5, 25 bal buradan itirmiş olur. Yəqin ki, artıq bu aydın olmuş olar. Bu artıq neçənci sualdır. Deməli, onda 4 səhvinə görə nə qədər bal itirir? 25 bal itirirsə, bəs 81,25 bal itirməsi üçün nə qədər səhv etməlidir? Bilmirik. Çarpa seçilə vursaq, 4-ü vurarıq 81,25-ə, bölərək 25-ə. 4-ü 25-ə vuranda 100, yəni 1 tam, yəni 4 dənə 25 qəpik 100 qəpik edir, o da 1 manat edir. 4 birin 4, o da 1, 5, 4 8-in 32 və o da 1 qaldımı? Xeyr, elə 32. 325 səhv etmiriksə, 325-i bölürük 25-ə. 32-nin içində 25 düşər. 1 dəfə, 75 3 dəfə. 13 deməli səhv etmiş olur. 13 səhv var. Firuzun doğru yazdığı sual sayı səhv yazdığı sual sayından neçədə çox? Yenə də eyni tip sual. Qeyd edək. Doğru. 50 sualdır. 13-ü səhvdirsə, 50-dən 13-ün çıxanda yerdə qalır 37. Səhvdən sayını biz tapdıq 13. Yəni 37 13-dən nə qədər çox deyəndə çıxırıq 37-dən 13-ün, 7-dən 3, 4, 2, 24 sual çoxdur. Cavab olur C variantı. Keçək növbəti suala. 1295-ci suala baxırıq. 50 suallıq imtahanda AS ilə hər doğru cavab üçün 4 bal alır. Hər yanlış üçün 3 bal silinir. Hər boş buraxılan, buraxılan da texnik səhvdir. Hər boş buraxılan sual üçün 2 bal silinir. Cəmi 140 bal toplayan AS ilə yanlışların sayı boş buraxılan sual sayının digər tərəfdə boş buraxılan sual sayının 2 misli qədərdir. Buna görə AS ilə sınaqda neçə suala səhv cavab verir? Deməli, qeyd edək. Doğruların sayı, yanlışların sayı və boş buraxdığı sual sayı. Boş buraxdığı sual sayı x olsa, yanlışların sayı bundan 2 misli, yəni 2x olsun. Doğruların da sayını qeyd edək aynı. Bunların cəmi 50 sual etməlidir. Deməli, A üzərinə gəl. 2x və x toplayanda 3x. 3x bərabər olur 50-yə. Və deməli, doğruya görə 4 bal alır. 4-ü aya vuranda 4-a. Yanlışa görə 3 bal silinir və boş buraxdığına görə 2 bal. 3-ü 2-yə vuranda bu edir 6x buradan silinəcək və 2-ni x-ə vuranda 2x də buradan silinəcək. 6x, 2x. Ümumi 8x silinir. Və silinmə də nə deməkdir? Çıxmaqdır. Demək 4 açıq 8x, bu da bərabər olacaq. Cəmi 140 bal toplayıb. Bizə səhv sualların sayı lazımdır. Yəni x-i tapıb sonra 2-yə vurmalıyıq. Yanlışların sayı. X-i tapalıqsa A bizə lazım deyil. Hər tərəfi vurarıq. Deməli üst tərəfi 4-ə alar etsin. Onda olacaq 4A. 4-ü 3-ə vuranda 12x bərabər 4-ü 50-yə vuranda 200. Aşağıda da 4A çıx 8x bərabərdir 140-a. Və tərəf-tərəfə çıxarıq. Tərəf-tərəfə çıxanda 4 alar getdi. 12x-dan mənfi 8x-i çıxanda mənfi müsbətə çevriləcək artıq. 12 üstə 8 bu eləcək 20x bərabər. 200-dən də 140-ı çıxarda yerdə qalacaq 60. 60-ı 20-yə böləndə x-i tapırıq 3. X-i tapdıq 3. Yanlışların sayı 2x olduğuna görə biz onda deməli 2-ni vuranda 3-ə cavabı 6 tapmış olur. Olur C variantı. İndi digər yoluna da baxaq. Həmişəki qayda yolumuzdan gedək. Həmişəki qaydamızda necə idi? Deməli, ümumi 50 sualda hərəsi 4 baldan 4-ə vuranda bu edir 200. Və 200 baldan 140 yığılıb. 200-dən çıxırıq 140-ın yerdə qalır 60. 60 bal itiribdir. Və deməli, yanlışların sayı var, bir də boş buraxdığı sualların sayı var. Boş buraxdığı sualların sayı x olsa, yanlışların sayı deyir, bunun 2 misli qədər. Bu da 2x olur. Və nəyə fikir verdik? Deməli, səhv edəndə biz nə edirdik? Düz balla, yəni 4 bal vermirdi. 4 bal, həmin o 4 baldan olurdu. Plus bir də 3 bal silir. Yəni 4 üstə gəl 3. 7 bal gedir bir səhvə görə. Bəs 2x səhvə görə neçə balından olacaq?
Deməli 2-ni 7-yə vuranda bu deyilir 14x. Bu qədər balı itirmiş olur. Boş buraxanda nə olur? Boş buraxanda 2 balından olurdu. 2 bal silinir və plus həmin o boş buraxdığı suala düz cavab versəydi 4 bal qazanacaqdı. Yəni 4 bal qazana bilmir, 2 bal da plus bundan silinir. 4 üstə 2 neçə balından artıq olmuş olur? 6 balından olur. Və x sayda sual hərəsi 6 baldan nə qədər eləyir? Bu deyilir 6x. Yəni 14x 1 balla oldu, 6x da 1. Cəmi ümumi 20x balından olmuş olur. Və həm 60 balından olur, həm də 20x. Bu cəmi edir deməli nə qədər? 20x bərabərdir 60-a. 20-yə bölürük x-i yenə 3 tapmış oluruq. Bizdən yanlışların sayını soruşur. Yanlış 2x olduğuna görə yenə də 2 vur 3-ə cavab 6 etmiş olur. Yəni hər iki yolla eyni cavabı tapmış olur. Keçək növbəti suala. 1296-cı suala baxırıq. A qrupunda olan şarjlərin 4də 3 hissəsi B qrupunda olan şarjlərin 6da 5 hissəsindən 3 nəfər azdır. Bu iki qrupda 34 şarj var. B qrupunda neçə şarj gəlsə, B qrupuna daha doğrusu neçə şarj gəlsə, A qrupunun 4 mislindən 20 nəfər az olur. Hələ birinci A ilə B-ni tapaq. Qeyd edək A qrupu, B qrupu. Daha rahat, kəsirsiz olsun deyə mən. A qrupunun 4də 3 hissəsi demir. A qrupuna yazaram 4A qədər şarj. B qrupunun 6da 5 hissəsi demir. B qrupuna yazaram 6B. Çünki 6-nın 6da 5-ini tapmaq, 4-ün 4də 3-ünü tapmaq bizim daha rahatdır. Bəs bunun fərqi varmı? Müəllim, biz AB kimi götürə bilərdik? Götürə bilərdik. Heç bir fərqi yoxdur. Sadəcə biz məsələlərdə verilən kəsirin məxrəcinə uyğun dəyişən yazırıq ki, biz üçün kəsirsiz və daha rahat olsun. Yəqin fikrim aydın. İndi A qrupunun deməli 4də 3-ü həmin o B qrupunun 6da 5 hissəsindən 3 nəfər az. Yəni elə 6-nın 6da 5-i daha rahatdır da. Yəni 5B və 4-ün 4A-nın 4də 3-ü elə 3 deməkdir. Yəni 5B-dən 3A-nı çıxsaq 3 nəfər azdır. Az olacaqsa deməli böyükdən kiçiyə çıxanda bərabərdir 3. Cəmi 2 qrupda 34 nəfər var. Yəni 4A qrupunda olan şagirdlə B-ləri əvvəl yazmışıq, elə əvvəldə yazaq, çaşqınlıq olmaz. Yəni 6B B-dəki qrup, üstəgəl A-dakı qrup 4A bərabərdir 34-ə. Bu qədər belə deyək, sadə şəklə gətiririk ki, bizim daha rahat olsun. İddiaları tapaq və yaxud da beləri eyniləşdirib tapa bilərik buradan. Nə edərik? Hər birin 3 və 4. Deməli, üst tərəfi vurarıq 3-ə, aşağını 4 edər ki, daha doğrusu üst tərəfi 4-ə vurarıq. 3 ilə 4 üçün 12-dir. Aşağını isə 3-ə. Çünki 3 ilə 4 üçün ortaq məxrəc 12-dir. İkisini də 12-yə gətirərik, daha rahat olsun. 4-ü 5-ə vuranda bu 20B, 4 üçün 12A, 4 üçün 12. 3 altın 18B, üstəgəl 3 4-ün 12A, bərabər 3 4-ün 12, 3 üçün 9, o da bir 102. İndi baxın, tərəf-tərəfə toplayanda mənfi 12A, müsbət 12A. Bir-biri ilə nə oldu? İslah olmuş oldu. 20 üstə 18 gəldi. Bu 38B, 38B bərabərdir. 12 üstə də 102 gəndə deməli 114 edir. B də buradan bərabərdir neçəyə? 3-ə. 8-in 24, 3-ün 9, 2. Bəli. B-ni tapdıq 3. Deməli onda B qrupunda şarjlərin sayı 6B deyildi. 6 vur 3-ə, bu edir 18. A-nı burada hər hansı birində yerinə qoyub tapa bilərsiniz. Və yaxud da ümumi cəmi 34 şarj deyil. 18-i burada qeyd etmişik. 18 şarj burada. Bəs onda A qrupunda nə qədər var? 34-dən çıxırıq 18-in, yerdə qalır neçə? Deməli 16 şagirddə A qrupunda. Bu da A qrupu. İndi baxaq görək bu məsələ nə qədər uzadıb. Sonrakı şərtdə deyir ki, B qrupuna neçə şagird gəlsə, A qrupunun 4 mislindən 20 nəfər az olar. A qrupu nə qədər idi? 16. 16-nın 4 misli deyirsə, 16-nı vururuq 4-ə. 20 nəfər az, çıx 20. 16-nın 4-ə 64, 20 çıxanda 44. Yəni 44 olar da. B qrupunda da neçə nəfər vardı? B qrupunda da biz burada tapmışdıq 18 nəfər. Bir də saniyə qeyd edək. B qrupunda da 18 nəfər vardı. Yəni 18 nəfərin üstünə neçə nəfər gəlsə 44 olar. 44-dən çıxırıq 18-in, yerdə qalır neçə? Deməli 14-dən sonra 26. Yəni cavabımız olur 26. Y variantı.
Amma B ilə də götürsəydik, yenə də eyni cavab almış olacaqdıq. Sadəcə göstərilən kəsrlərin məxrəcinə uyğun dəyişənlə ifadə etdik ki, içində daha rahat hesablamış olsun. Keçək növbəti suala. 1297-ci suala baxırıq. Bir balıqçı əlindəki balıqların 1/4 hissəsinin 5-in 24 manatdan, 1/3 hissəsinin 2-sini 9 manatdan, qalanı isə 5-in 24 manatdan satmışdır. Cəmi 2820 manat pul əldə etmişdir. Buna görə balıqçı neçə balıq satmışdır? Yenə də baxın məxrəclər nə verib? 1/4, 3/1. 4 ilə 3-ün bölünən ədəd 12-dir. Kəsirsiz və daha rahat olsun deyə mən balıqların sayı qeyd edirik ümumi 12x. Fərqi varmı? İstərsəniz götürün 24x, 36x, 100x, 1000x, heç bir fərqi yoxdur. İndi deyir 1/4 hissəsini. Birinci 12x-in 1/4-i 4-ə bölüb 1-ə vuranda bir dəfəni yazaq. 3x-in və 3x-in 5-in 24 manatdan. Yəni hər 5 dənəsinin 24 manatdan nə qədər edir? Biz nə etməliyik? Həmin bu 3x-i tutaq ki, məsələn 20 dənə balıq. Hər 5-in 24 manatdan. 20-ni 5-ə bölürsüz, deyirsiniz demək 4 dəfə sata bilərəm. Yəni 4 belə formada. 5-5 qururuq da çünki balıqlar. Və vurarsınız 24-ə. 4-ü 24-ə vurarsınız, deyirsiniz 96 manat. 3x olduğuna görə hər 5-in deyəndə bölməliyik deməli 5-ə, vurmalıyıq 24-ə. Bu qədər pul edir. İkinci, 3/1 hissəsinin 2-sini 9 manatdan. Ümumi 12x götürməmişdik. 12x-in 3/1-i 3-ə bölüb 1-ə vuranda 4x eləyir. Yəni 4x-ini də buradan satdı. 2-sini 9 manatdan. Məsələn, 8 dənə balıq var. 2-sini 9 manatdan satırsınızsa, 8-i 2-yə bölürsünüz, bunu 4 dəfə belə sata bilərsiniz. Və hər biri 9 manatdan 9-u vurarsınız 4. İndi burada da həmin bu 4x-in 2-sini 9 manatdan deyirsə, 4x-i bölməlisiniz 2-yə və vurmalısınız satdığı qiymət 9-a. Yəqin ki, bura qədər aydındır. Qalanın deyir. Qalan nə qədər olacaq? Ümumi 12x-dir. 3x-in 1 satdı və 4x-in də 1. Qalan yerdə nə qədər olur? Qalan yazaq. Qalan da olacaq 12x-dan çıxırıq həm 3x-in, həm də 4x. 3, 4, 7-sin çıxanda yerdə qalır 5x. Qalanında 5-in 24 manatdan. Yəni həmin bu 5x-in da 5-in deyirsə bölməliyik 5-ə, vurmalıyıq neçəyə? 24 manat. Bu da bizə verir nələri? Bizə verir deməli qazandığı pullar. Deməli qazandığı pullar burada 1, qazandığı pul burada 2 və qazandığı pul burada 3. Bu pulların cəmi, yəni toplasaq üstünə gəl 3x böl 5 vur 24-ə. Üstə gəlib bunu bir dəfəlik yazaq. 4-ü 2-yə böləndə 2, 2 9-unda 18x. Bərabərdir neçəyə? 2820 manata. Və biraz daha sadələşdirək. Deməli, burada 5-lər gedər. 5-lər getdi. X-i 24-ə vuranda 24x edər. 24x 18x. Bu edər cəmi nə qədər? 24 üstə 18 cəmdə. Bu eləyir deməli 42. 3-ü vururuq 24-ə 72, 5-ə böləndə bu da eləyir deməli 72-ni 5-ə böləndə 2-yə vuranda 72-ni 144, ona böləndə 14,4x-də bu. 14,4x-də bu. Yer olmadığına görə bir dəfəni yazdıq. Deməli nələr oldu bizdə? Bizdə oldu 24x 18x, 42x üzərinə də 14,4 gəndə. 42 üstə 14, 56, 56,4x bərabərdir 2820 manata. X ilə tapma açın 2820-ni bölürük 56,4-ə. O da bərabərdir. Ona vurarıq, vergillər itər. Deməli, düşər içində 5 dəfə 5, sıfırını yenə yazarıq. Düşər cavabımız 50. X-i tapdıq neçə? Qeyd edək burada. X-i tapdıq 50 olmuş oldu. Bizdən soruşur ki, balıqçı neçə balıq satmışdır? Satdıqları balığın sayını 12x götürmüş. X-i də 50 tapdığımıza görə 10 da olacaq. 12 vur 50.
Bu da eləcək 600 balıq. Yəni cavabımız olacaq A variantı. Baxanda belə gəlir suala oxşuyur, amma mahiyyətini anladıqda görürük ki, adi bir kəsr məsələsidir. Keçək növbəti suala. Baxırıq 1298-ci suala. Bir balıqçı əlindəki balıqların 8də 1 hissəsini 5-in 8 manatdan, 4də 1 hissəsini 2-sini 6 manatdan, qalanı isə 20-sini 9 manatdan satmışdır. Cəmi 591 manat pul əldə etmişdir. Buna görə balıqçı balığın birini 45 qəpikdən satanda neçə manat pul qazanmışdır? 45 qəpikdən satmayıb axı. Satsaydı, hə, o olardı. Nəysə. Deməli, 45 qəpikdən satanda bəlkə də hər hansı birinin hissəsi 45 qəpiyə düşür. Baxaq, eyb yox. 4də 1 hissə və 8də 1 hissə. Daha rahat yenə balıqların sayını ümumi, satdığı balıqların sayı. Götürərik 8x. İkisinə də bölünənədir. Birincim 8də 1 hissəsini, 8-in elə 8də 1 hissəsi 1x eləyir. Yəni 1x-in satıb nə qədənə? 5-in 8 manatdan. Bayaq kimi deməli 1x-i bölməliyik 5-ə. Yəni bu formada 5-5 qruplara bölünür və hər biri 8 manatdan vururuq 8. Sonra 4də 1 hissəsini 8x-in, balıqların sayı 8x-in. 8x-in 4də 1-i 2x edir. Deməli, ikinci səfər 2x-in ikisini 6 manatdan. 4də 1-isini ikisini 6 manatdan. Demək 2x-i də bölməliyik 2-yə, 2-2 ayırır balıqları və hər biri 6 manatdan vururuq 6. Sonra qalan nə qədər olar? Yenə qeyd edək. Qalan 8x-i 1x 1 satdı və 2x-in də 1 satdı. 2x-də 1. Yerdə qalan nə qədər oldu? 5x oldu. Və həmin o 5x-in də 20-sin 9 manatdan. Yəni 20 yerə böldü, 20 və 9 manatdan satmış oldu. Satdıqları deməli 5də 1x vur 8-dir. 2x bölü 2 vur 6-dır. Və 5x bölü 20 vur 9-dur. Üstə gəlsin onda satdıqlarını toplayaq. 5də 1 vur 8 bu ilə 5də 8x deməkdir. Burada 2-lər ixtisar gedər elə. Üstə gəl 6x deməkdir. Və bu da bərabərdir. Cəmi nə qədərə? Cəmi deməli 591 manat. Bərabər 591-ə. İndi burada hesablayaq, daha rahat olsun deyə. Biz nə edərik? Biz nə edərik burada? Ortaq məxrəci getirək bu dəfə. Onun o kəsirlə yox, ortaq məxrəcdə görək nə alınır. 5 və 20 üçün ortaq məxrəc deməli neçədir? Vurmalıyıq 5-i 4-ə ki, 20-nə eyni olsun. 6 da 20-yə gəlməsi üçün aşağı 20 yazırıq, demək üst tərəfə də 20-yə vurmalıyıq. Onda bunlar üçün ümumi ortaq məxrəc olacaq 20-də. 5 9-un 45x, 8 4-ün 32x və 6-nı 20-yə vuranda bu deyilir 120x. Bərabərdir 591-ə. Buradan da deməli x bərabərdir 120 32 152 o da 45 197. Hissəsinə görə tapanda 591-i bölməli 197-yə və məxrəc 20-dir, vurmalıyıq 20-yə. Bu da bərabər olar. 591-i daha doğrusu 197-yə böləndə. Axırı 1, 7, 3 dəfə, 3, 7, 21, 3, 9-un, bəli, 3 dəfə, 3 də 20-yə vuranda 60. X-i tapdıq, deməli neçə? X oldu 60. X nə idi bizdə? Balıqların ümumi sayı. Onda biz balıqların sayı nə qədər götürmüşük? 8x. 8x bərabərdir. X 60 tapdığımıza görə 8 vurulsun 60-a. Bu eləyir 480 balıq. Girib 480 cavabını götürmürük. Baxın sonra bizə nə deyir? Buna görə balıqçı balığın birini 45 qəpikdən satanda neçə manat qazanmışdır soruşur. 45 qəpikdən olan sayını tapmaq üçün bir-bir baxırıq ki, hansı 45 qəpiyi yaradır. Bu hissələri deməli silək, bircə saniyə. Buranı silək. Və baxaq görək 45 qəpik satdıq hansı hissədir. 5-in 8 manatdan 8 manat 800 qəpik deməkdir. Çünki 1 manatımız 100 qəpik. 800-ü 5-ə böləndə bu eləyir 160 qəpik. 1 manat 60 qəpikdən satıb. Bu olmaz.
İkisini 6 manatdan, 6-nı 2-yə böləndə biri 3 manatdan düşür. 3 manat. Deməli bu hissədədir. 20-sini 9 manatdan, bəli. Çünki 9 manatımız nə qədər eləyir? 9 manatımız, bax bunu burada qeyd edək. 9 manat bərabərdir 900 qəpiyə. Və 20-si 900 qəpik eləyirsə, 900-ü böləndə 20-yə düşür neçə? 45 qəpik. Yəni 1-in 45 qəpik burada satılmış. Fikrim yəqin ki, aydın oldu. Deməli həmin bu 45 qəpiklik söhbəti buymuş. İndi qayda qalanını. Qalanını da biz burada tapmışdıq da. Qalan nə qədər idi? Qalan deməli qeyd etmişdik burada. Qalan 5x-dir. Və bu qədər pul qazanmışdı. Burada da qeyd etmişdik ən sonda. Bu hissəni silək. Bir saniyə. X-i neçə tapmışıq? X-i 60 tapmışıq. Elə aparıb bir dəfəni yerinə qoya bilərdik əslində. X-i 60 tapdığımıza görə nə qədər pul qazanıb? Həmin hissədə buradadır. Baxın qeyd edək. Həmin hissədə buradadır. 5x böl 20. Burada bir daha yazım. 5x böl 20 vurulsun 9. Bu qədər pul qazanıb. Onda olacaq. X-də 60 tapdığımıza görə 5 vur 60-a böl 20 vurulsun 9. Bu da bərabər olar. Düşər 3. 3 5-in 15. 15 ilə 9-a vuran 5 3 yadda 9 1-in 9 daha doğrusu 4 yadda. Deyər 135. Yəni cavabımız oldu 135 manat pul qazanıb. Ki hansın 1-in 45 qəpikdən satdıq. 1-in 45 qəpikdən satdığında necə tapdıq? Deməli bu hissələrin heç biri etmədi. 20-si 9 manatdan. 9 manat 900 qəpik etdi. 9 ilə 20-yə böləndə biri düşür 45 qəpik. Oradan tapmış olduq. Maraqlı bir məsələ idi. Keçək növbəti suala. 1299-cu suala baxırıq. Satçı aldığı almanın kiloqramını 3 manatdan satsa 80 manat zərər, 6 manatdan satsa 40 manat xeyir əldə edər. Satçı almanın kilosunu neçə manata alır? Ümumi alma çəkisi yazaq da. Çəkisi bilmirik nə qədərdir. Çəkisi x. Almanın kilosunu 3 manatdan satanda, məsələn 5 kilo alma olanda 3 manatdan 3 5-in 15 eləyir. Düzdürmü? İndi x olduğuna görə 3x olur. Yəni 3 vurulsun x qədər o qədər pul. 80 manat zərər edirsə, zərər xeyirdə nə edirdik? Əksinə zərəri biz onda üstünə gəlsək, yenə əlində nə qalar? Maya dəyəri. Bunu əvvəlki suallarda da izah etmişdik. 6 manatdan satsa 6x edər. 40 manat xeyir görürsə, onda biz bunun xeyrini çıxarıq, 40-ını çıxarıq, xeyir. Yenə də əldə nə qalar? Maya dəyəri. Yəni neçəyə alıbsa, aldığı qiymətə. Yəni xeyir varsa, xeyrin çıxırıq, zərər varsa, zərərin toplayırıq və əldə hər zaman maya dəyəri qalmış olur. İkisi də maya dəyəri olduğuna görə bir-birinə bərabərdir. Yəni bu hissə də maya dəyəridir və bu hissə də maya dəyəri. Maya dəyəri nə deməkdir? Yəni aldığı qiymət. Yəni nə qədər alıbsa cəmi. Və bunu həll etsək, deməli 40-ı sağa keçirəndə 120, 6x-dan 3x-in sonunda 3x, 123-ə böləndə x bərabər olur neçəyə? 40-a. Həmin bu 40 almanın nəyi olur? Çəkisi. Yəni 40 kilo alma alıb. Bizdən isə soruşur. Satıcı almanın kilosunu neçə manatdan alıb? Almanın kilosunu neçə manatdan alıb? Maya dəyəri dedik, istəyir solda, istəyir sağda eyni şeydir. 6x çıxılsın 40-da yerinə qoyaraq 6 vur. Deməli 40-a çıxılsın 40. 240, 40-ın çıxanda burada eləyir 200 və deməli 200 bunun maya dəyəri və yaxud da burada vursaq 3-ü vuranda 40-a 120 üstünə 80 gəndə 200. Deməli 40 kiloqram almanı alıb neçəyə? 200 manata. Maya dəyəri budur. 40 kiloqram alma 200 manatsa kilosunu onda neçə alıb? Ne edərik? 200-ü onda bölərik 40-a, 1 kilosu düşür 5 manatdan deməli almış olub. Ümid edirəm ki, aydın olmuş oldu. Yəni cavabımız oldu D variantı. Növbəti və nəhayət sonuncu sualımıza baxaq. Sonuncu 1300-cü suala baxaq. Bir miqdar pul 10 nəfər arasında bərabər olaraq paylanacaq. Əgər pul 8 nəfər arasında bölüşdürülsəydi, hər adama 2 manat daha çox pul düşər. Buna görə paylaşılacaq pul nə qədər idi? Pulu bilmirik. Bunun x qeyd edək. 8 nəfər olanda x-i, məsələn, tutaq ki, 80 manat puldur və yaxud da 100 manat puldur.
8 nəfərə bölürəmsə 100-ü bölməliyəm 8. X manat olduğuna görə x-i bölməliyəm 8. 10 nəfər arasında deyəndə də x-i bölməliyəm 10-a. Məsələn 50 manat puldur. Hərəyə nə qədər düşəcək? 50-ni bölməliyəm 10-a. Və həmin bu 8 nəfərə paylanıldıqda 10 nəfərə paylanıldıqdan 2 manat çoxdur. Yəni hər adama 2 manat çox düşür. Onda bunların fərqi bərabərdir nəyə? 2-yə bərabər olmalıdır. Məsələn, burada hər birinə tutaq ki, 7 manat düşür. Burada hər birinə 5 manat düşür. 7 ilə 5-in çıxanda həmin o 2 manatlıq fərq oradan yaranır. Ümid edirəm aydın. Və burada ortaq məxrəcləri gətirə bilərik və yaxud da kəsirdən azad etmək üçün hər tərəfini vurarıq, deməli neçəyə? 40-a vurarıq ki, kəsirdən azad olsun. 8-i 40-a vuranda 5 qalar, 10-u 40-a vuranda 4 qalar. Deməli 5x çıx 4x bərabər 40-ı da 2-yə vuranda 80-ə. X də elə buradan bərabərdir 80-ə. Bizdən pulu soruşurdu. X-ni ifadə etmişdik. X neçə tapdıq? 80. Yəni pul 80-miş. Həqiqətən də 80-i 8-ə böləndə 10 düşür, 10-a böləndə 8 düşür. 10 manatla 8 manat arasında 2 manatlıq fərq yaranır. İzahlarımız bu qədər. Ümid edirəm ki, sizlər üçün faydası olmuş oldu. Faydası oldusa videonu bəyənib paylaşa bilərsiniz. Kanala abunə olaraq bu cür video izahlardan daha tez xəbərdar ola bilərsiniz. İrad təkliflərinizi rəy bölməsindən qeyd edə bilərsiniz. Hələlik diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahlarda görüşənədək sağ olun.